İranın qədim mədəniyyətinin yazılı abidələri, daş yazıları və qalan tarixi əşyalarına baxarkən, musiqinin bu mədəniyyətin həyatında nə qədər mühüm bir yer tutduğunu göstərən şəkillər və mətnlərlə qarşılaşırıq. Bu da göstərir ki, bu sənət çox qədim zamanlardan bəri İranda xüsusi bir yerə sahib olub. Zamanın nəzakəti ilə bugünə qədər qorunub saxlanmış qədim əşyalar, o dövrə aid musiqi alətlərinin təsvirlərini özündə cəmləyir və bu da İranın musiqi mədəniyyətinin qədim tarixini əks etdirir. Süleyman şəhərində aparılan qazıntılarda bir yazı tapıldı. Bu yazıda bir neçə ifaçının qrup şəklində musiqi ifa etdiyini görmək olur və bu təxminən 5000 il əvvəlki dövrə aiddir. Bu yazı o dövrdə musiqinin müxtəlif formalarının, hətta qrup ifasının istifadə olunduğunu təsdiqləyir. İranın üflü alətlərinin qədimliyindən bəhs etməsək də, simli alətlər İranda təxminən 4000 il öncəyə qədər iz olan alətlərdir və təmbur bu ailənin ən qədim nümunəsidir. Keçmiş dövrlərdə əksər alətlərin daha yüksək təbəqələr tərəfindən istifadə edilməsi, alətlərin daha da inkişaf etməsinə və struktur baxımından təkmilləşməsinə səbəb olmuşdur ki, təmbur da bu inkişafdan kənar qalmamışdır. Bu alət, bütün İran simli alətlərinin atası sayılır və zamanla müxtəlif formalarla inkişaf etmişdir. Sasanilər dövründə musiqiyə ən çox diqqət yetirilirdi və bu dövrdə musiqiçilər yetişmişdir. Onlardan ən məşhurları Nəqsə və Barbad kimi böyük adlardır. Bu inkişaf İslamın İrana gəlməsi ilə də davam etmiş və müxtəlif formalarla yaxın şərq mədəniyyətlərinə təqdim edilmişdir. Andalus musiqisi və ərəb melodiya alətləri də bu inkişafın nəticəsidir. Amma tar alətinin yaranma dövrü Safəvi dövrünə aiddir. Bu alət bütün İran ərazisində coğrafi mövqedən, adət-ənənələrdən və ifa üsullarından asılı olaraq istifadə edilirdi. O dövrdə İranın geniş ərazisi səbəbindən bu alət digər bölgələrdə, məsələn, Qafqaz, Azərbaycan, Gürcüstan və Ermənistan kimi yerlərdə də əsas musiqi alətləri arasında yer alırdı. Qacar dövrünün sonlarına doğru tar aləti zirvəyə çatdı. Sənətkarların xüsusi diqqəti sayəsində bu alət İranın ən əsas musiqi alətinə çevrildi. O dövrdə musiqi sənətinin ənənəvi təfərrüatları tar aləti üzərində quruldu və bu alətin İranda sənətkarlar arasında nə qədər güclü bir ifa aləti olduğunu göstərir. Ali Akbarxan Farahani Qacar dövrünün sonlarına doğru bu alətin çalınma üslubunun əsasını qoyanlardan biridir. Bu dövrdə tar aləti də böyük bir inkişaf yaşadı və Yəhya bu alətin məşhur və bacarıqlı istehsalçısı, hələ də onlardan istifadə edilən, dünyadakı ən yaxşı tarlardan biri sayılan alətləri düzəltdi. Qacar dövrünün sonlarına doğru İran musiqisinin müxtəlif növ repertuarları, hər biri özünə məxsus melodiyaları və xüsusiyyətləri olan rəfiqlərdə toplandı. Bu, digər şərq musiqi mədəniyyətləri ilə müqayisədə bənzərsizdir.